Nüfuzlu People jurnalı dünyanın en güzel insanının adını açıklayıp Doğru Xəbər maqazini xəbər verir ki, nəşrin dərc etdiyi dünyanın en güzel insan reytingində Hollywood aktrisası Demi Moore birinci olub. Jurnal 62 yaşlı Demi Moore'u planetin en güzel insanı elan etməklə kifayətlənməyib, həm də onunla gözəllik və aktörlük karyerası haqqında söhbət aparıb. Ekran ulduzu bildirib ki, əldə etdiyi ən böyük azadlıq özünü tam şəkildə olduğu kimi qəbul etməsindədir. Bu, kim olduğumu hər gün qəbul etmək hissidir. Bu o demək deyil ki, mənə xoş gələn hissləri qəbul edirəm. Bu o deməkdir ki, mən özümün bütün hisslərini qəbul edirəm deyə Moore vurğulayıb və yaşla birlikdə görünüşündə baş verən bütün dəyişiklikləri qəbullandığını əlavə edib.